Bəzi qüvvələr Azərbaycan vətəndaşlarının dini hisslərindən sui-istifadə edərək ictimai asayişi pozmağa cəhd edirlər. Bütün hallarda bu cəhdlərin qarşısı alınacaq. Bunu Space TV-yə müsahibəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib. Onun sözlərinə görə Azərbaycanın xalqı müdrik xalqıdır və bu kimi təxribatları törədənlərə mütləq layiqli cavab veriləcək. Müsəlman Birliyi Hərəkatı deyilən qrup ki var, o qrup əslində İslami dəyərlərdən və şiə prinsiplərindən uzaqlaşan bir qrupdur. İslamı siyasiləşdirməyə cəhd edən qrupdur. Onların arxasında ola bilər ki, duran adamlar, duran şəxslər, çox mənhus niyyətlər olan şəxslərdir və bu cür hərəkətlər əslində ölkədə ictimai asayişi pozmağa yönələn hərəkətlərdir. Onların maliyyə mənbələri şübhəlidir, onların üzvlərinin fəaliyyəti özü şübhəlidir. Burada üzv olan şəxslərin bir qismi başqa ölkələrdə dini təhsil almış adamlardır. Onlar Azərbaycandakı ənənəvi İslami dəyərlərdən uzaqlaşaraq başqa oxuduqları, təhsil aldıqları ölkədəki qaydaları Azərbaycana daşımaq, burada tətbiq etməyə çalışanlardır. Ona görə də Azərbaycan cəmiyyəti bu cür hərəkətlərin əleyhinədir. Qeyd edək ki, cənab Qurbanlının mövzu ilə bağlı daha geniş müsahibəsinə bu bazar saat 20:20-də Hər həftə verilişində baxa bilərsiniz.